Bağırov Ülvi Həmfəoğlu 22 mart 2001-ci ildə Səlyan rayonunda anadan olmuşdur. Orta təhsilini Əlağa Kürçəli adına orta təmayüllü liseydə aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olmuşdur. Vətən müharibəsində iştirak edən Ülvi Bağırov bir sıra rayonlarımızın azad olunmasında böyük rəşadət göstərmişdir. Vətən müharibəsində iştirakına görə Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Cəsur Döyüşçü medalı ilə tərtib edilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Bağırov Ülvi Həmfəoğlu Qarabağda həyata keçirilən antiterror əməliyyatlarının zamanı 19 sentyabr 2023-cü ildə ağır yaralanır və 7 ay komada qaldıqdan sonra 7 aprel 2024-cü ildə hərbi hospitalda şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Vətən uğrunda medalı və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə tərtib edilmişdir. Ruhun şad olsun, Cənab Leytinat. Ay ver mənə, Cənab Leytinat. Ay ver mənə, Leytinat. Ana Zəhra deyərsənə lay lay balam. Şəhid balam, bağda açıb lalələr, gülün üstə əyləşibdir jalələr. Səhər səhər sızıldaram ney kimi, qatilinin evin yıxar nalələr. Şəhid balam, ələ üzük taxmadım, nişanlının gül üzünə baxmadım. Tay tuşların kimi toy otağında, əllərinə toy hanası yaxmadın. Əllərinə toy hanası yaxmadın. Şəhid balam, başa qara bağlaram, çox ağ çəkib ürəyimi dağlaram. Gecə yari həzin həzin ağlaram. Şəhid balam, cavan balam, ay balam. Solan gülüm Nümunəvi bəndələridir, körpələridir, körpə uşaqlardır hamısı. Amma körpəliklərinə baxmayaraq neçə ilin həsrətinə son qoydular. Qisası ala-ala gəldilər. 92-nin qisasını 2020 aldı. Onların qisasını 2022 aldı, qisas əməliyyatı. Amma axırda son nöqtəni antiterror əməliyyatı 23 saat ərzində nöqtə qoydu. Azərbaycanı bütünləşdirildi. 53 dəqiqə, bəli. Ağ bayraq qaldırdılar, təslim oldular. Bu cür oğulların sayəsində. Bəli, bəli. Ruhları şad olsun. Amin. Məqamları ucadır. O şəhadətə hər bir insan nail ola bilməz. Əlbəttə elədir. Hər adama qismət olmur. Cənnətin ən gözəl yerinə sakin olmaq, İmam Hüseyin ordusu olub, İmam Hüseyin ordusuna qoşulmaq, din haqqında, yolunda, iman yolunda, inam yolunda, vətən yolunda, o üçrəyli bayraq yolunda hər oğlun işidir o yolu gedən. Qeyrətli oğulları Allah seçir yaradanda. Bu da bizim qismətimizə düşmüşmüş. Ülvi barədə balam olduğu qədər demirəm, böylərdən üzr istəyirəm. Amma həqiqətən də düzdür, hamının balası özünə əzizdir. Durub indi yeganə bacım danışsa, deyəcəm eyni Ülvini danışır. Yəni şəhidlər hamısı eynidir. Hansı ana balasından danışanda elə deyirsən, elə mənim balamı təkrar edir. Yəni bunlar həqiqətən də seçilir. Əvvəldən seçilir, bilinir. Qurban olduğum elə yaradıb ki, mələkdir. Cənnətin ən gözəl sakinləri, əbədi yaşayan sakinlər. Bugün balamın 25 yaşı tamam olur. Əbədi yaşayan şəhidlərimiz. Allah Teala bütün şəhid analarına səbir versin. Tarix yazıblar, şəhidlərimiz tarix yazmış. Hamısının məqamı ucadan uca olsun. Allah analarına, bacılarına, yaxınlarına, şəhid əmanətlərinə, yarlarına səbir dözüm versin. Amin. Güc qüvvə versin ki, bu şərəfli gücü, şərəfli adı gücünə, qüvvəyinə daşıyın. Vətənimiz yarımdır, vətənimiz yarımdır, vətəni bütöv elədim. Vətən boyda oğullar, ruhunuz qarşısına baş əyir. Vətən boyda oğullar,
İndi siz bizim hem vətənimiz, hem bayrağımız, hem çalınan hümnümüzsünüz. Qapıdan asılan bayrağımızsınız. Allah ruhlarınızı şad eləsin, məqamınızı uca eləsin. Şəhid anaların hamısına səbir diləyirəm. Allah onun arkada olan, səngərdə olan balalarımızı qorusun, qazilərimizi qorusun, vətənimizi qorusun. Bundan belə heç evə qara qovul gəlməsin. Amin, amin, amin. O gün olsun ki, Azərbaycanın suverenliyi bərpa olunub Allaha şükür. Allah bundan belə vətənimizi qorusun, balalarımızı qorusun, yerdə qalan balalarımızı qorusun. Allah bütün analara səbir diləyirəm. Amin ya Rabbi. Geyim oldu, qara paltar, qara şal. Bunları heç unutmayın. Siz Allah o şəhidlərin yanına gitsində bir anlıq da olsa heç olmasa onları yad ediyor. Ki ay bala, haqqınızı biz bunlardan halallıq alaq. Heç kim ona halallıq verə bilməz. Çünki onlar candan ötəsi yoxdur, can verdilər bizdən örtə. Müqəddəs Rus qarşısında baş əyirəm. Qanunuzu bir damla qanunuzu belə bizə halal eləyin bala. Ruhunuz şad olsun. Şəhid anası, şəhid anası. Onların qanıyla yoğruldu torpaq, yenidəndir çəldi doğuldu torpaq. Anadır, atadır, oğuldu torpaq. Sən şəhid anası, şəhid anası. Dar gündə silaha sarıldı onlar, doğma qardaş kimi sarıldı onlar. Düşmənin bağrını yarırdı onlar, sən müqəddəs ana, şəhid anası. Nə yaxşı, düzsən, nə yuxu bildilər, nə bir rahatlıq. Unutdular doğma, yadı bir anlıq. Yalnız vətən idi əsl doğmalıq. Sən müqəddəs ana, şəhid anası. Onlar ucatdılar bayrağımızı. Onlar təmin etdi sabahımızı. Onlar təmizlədi üz qaramızı. Sən müqəddəs ana, şəhid anası. Bu dünyanın malında küskün anaların qəlbinə dəymə. Döyüşə gedirəm, əlvida ana. Düşmən tapdağında vətən inləyir. Halallıq ver igid ülvi balana. Şuşa Laçın Kəlbəcəlim gəl deyir. Mənə bir his gəlir, bir duyğu gəlir. Şəhadət qoxusun duyuram ana. Cənnət qapısını açır üzümə. Gedirəm əbədi uyuyam ana. Gəlirəm atama xəbər ver ana. Qaldırsın bayrağı uca zirvəyə. Qəlbi yara tək bacıma decəlsin. Qardaşının tabutunu görməyə. Ana deyir amandır, ülvümə öldü deməyin. Balam rəklərdə hər an yaşayır. Ana göz yaşı ilə çiçək sulayır. Mələklər şəhidə çiçək daşıyır. Allah cəmi şəhidlərimizi ruhunu şad eləsin. Allah doğmalarına səbir versin. Hər birinin qarşısına baş edirəm. Sağ olun. Çox sağ ol, var olsun. Allah hamımızı qorusun, var olsun. Allah köməyiniz olsun. Şəhidləri Allah heç razı olsun olsun unutmaq sizdən. olmaz. Onları udarırsa biz Kral balam, sağ ol. geçmişimizi ve geleceğimizi. Çok sağ olun. Teşekkür ederim. Şükürləndirirsiniz. Allah şəhidləri sizlərə, yaxşılara şəfaəti qərar versin. Amin inşallah. Amin inşallah. Allah ondan. Allah rəhmət eləsin. Ruhu şad olsun. Ruhu şad olsun. O ak saçlarını bir değer verir. Ağaran saçlar demeyiz. Allah Şəhidimiz Salyan rayonundan öz gücayətini göstərmişdir. Cənab Prezidentin tapşırığı altında ordumuz bir olaraq, dəmir yumruq olaraq düşmənin başına əzdi. Bu şəhid qardaşımızla birgə, eləcə mən də vətən müharibəsi iştirakçısı olaraq çiyin-çiyinə döyüşdüyüm üçün qürur hissi keçirdirəm. Bizim üçün bu günlərim önündə Allahdan çıxışa qoyulur. Allah ana, atığa, bacığa səbir versin. Yusuf Salahlı burada bir söz deyir, ağlayıb sızlanma şəhid anası. Ağlasan, ağrayar şəhid yarası. Geçsə də əlindən ciyər parası, dik tut başını şəhid anası. Hər adının başında mən sizinləyəm. Bu dünyanı görən mən gözünləyəm, sevincin, kədərin, həm qəminləyəm, dik tut başını şəhid anası. Yusufəm, qurbanam o ahdeliyinə, oğul həsrətli, nəmli gözünə, ay Rəbbim nur çiləyinin o gün üzünə, dik tut başını şəhid anası, dik tut başını şəhid anası.
özüm üçün də təsəllidir ki, gəlib ziyarət edirəm, sizlərə borcluyum. Biz bu şəhid qardaşlarımızın adını tutub gəlmişik bura, onların işığına.